Siz heç bilirsinizmi, kokoreç təzə çörəkdə yox, bir gün qalmış çörəkdə hazırlanır. Bir gün qalmış çörək daha az yumşaq olur və yağ çəkəndə dağılıb sulanmır. Kokoreç quzun incə bağırsağından hazırlanır. Dadı isə sadəcə möhtəşəmdir. Çok tatlı bir şeydi. Öncə bağırsaqlar ustalar tərəfindən saatlarla tərtəmiz yuyulur, sonra spiral şəklində şişəyə sarılır. Mən çörəyin 1/4 hissəsini sifariş verdim. Türk qardaşlarımız o ölçüyə çeyrək deyirlər. Kokorecin özünə uyğun xüsusi bir dadı var. Dadı isə sadəcə möhtəşəm idi. Bunun ləzzəti axşam olur. Qəşəng İzmiri gəzirsən, ondan sonra da gedirsən kokorec yeyirsən. Nə yalan deyim, biraz yağlı bir şeydir, amma ki dadına söz ola bilməz. Tərkibində yüksək protein səviyyəsi, dəmir və sink kimi minerallar var, hansı ki sümüklərin inkişafında böyük rol oynayır. Bu yemək Osmanlı imperiyasından daha da qədimdir. Ən az 1000 illik türk mədəniyyətində olan bir yeməkdir. Çörəkdə kokorecin 1/4 hissəsi 6 manata başa gəldi. Dadı super olsa da bir xeyli bahadır. Amma ki yoxlamağa dəyər, məsləhət görürəm. Türkiyəyə gəldiyinizdə mütləq şəkildə yoxlayın, peşman olmazsınız. Videomu like etməyi və kanalıma abunə olmağı unutmayın. Bəs siz Bakıda dadlı kokoreç məkanı tanıyırsınız? Videonun altında yazmağı unutmayın.